2 yıl önce biz sana aile olarak gelmişik. Və həmin gün hər şey yeni başladı. Amerikaya gələndə həyat bir anda dəyişir cümləsini çox eşitmişdim. Amma gələn kimi ilk eşitdiyim söz yeni dünyaya xoş gəlmisiniz oldu. Hazırda öz bakery biznesimi qururam. Azərbaycan şirniyyatlarını burada insanlara tanıtmağa çalışıram. Amerikaya köçməyimiz planlaşdırdığımız bir şey değildi. Əslində hər şey gözləmədiyimiz bir anda oldu. Düzdür, əvvəl çox sevindik, ancaq sonra biraz tərəddüd elədik. Çünki nə qədər də olmaya Azərbaycandan, öz bildiyimiz yerdən, yaşadığımız torpaqdan, insanlardan uzaq düşmək biraz bizi qorxudurdu. Amerikalıların ən çox xoşuma gələn xüsusiyyətlərindən biri insanların xəyallarını kiçik görməmələridir. Çünki insanları keçmişinə görə yox, gələcəkdə nə edə biləcəklərinə görə qiymətləndirirlər. Əlbəttə darıxırıq. Bakı bizim doğulduğumuz yerdir. Nə qədər öyrəşməyə çalışsaq da bəzi şeylərin yeri dolmur. Ümid edirəm ki, həm öz hekayəmlə, həm də təqdim etdiyim dadlarla Azərbaycanımızı, vətənimi yetərincə təmsil edib insanlara ilham verə biləcəm. YouTube kanalımıza abunə olun.